Böyük Qafqazın şimal-şərq hissəsindən axan çayları müəyyən edin. Böyük Qafqazın şimal-şərq ərazisinin çayları əsasən Baş Qafqaz ərazisindən mənbəyini götürürlər ki, və bu ərazinin çayları şimal-şərq istiqamətindən axaraq Xəzər dənizinə tökülürlər və biz bu çayları müəyyənləşdirməyə çalışaq. Bəndlərimizə nəzər salırıq bir-bir. Demək, Qudyal çay, bəli, Qudyal çay, bəli, həmin Böyük Qafqazın şimal-şərq ərazisindən axan çaylardan biridir. Bu bənd doğrudur. Demək, bir qeyd edirik. 2 Lənkəran bildiyimiz ki, Lənkəran ərazisi Talış bölgəsindən mənbəyini götürür. Demək ki, bu yanlışdır. Samur, bəli, bu da bizim Baş Qafqaz ərazisindən axan çaylarımızdandır. Daha doğrusu ərazisindən şimal-şərq hissəsindən axır. Mənbəyini demək Buton dağdan götürən Samur çayı Rusiya ilə ərazisindən keçərək həm Azərbaycana sərhəddən axan çaydır və Böyük Qafqazın şimal-şərqindən axaraq Xəzər dənizinə tökülür və bu da çay da doğru bənddir. Büryan çayı Böyük Qafqazın cənub yamacına aid olan bir çaydır bu. Ona görə biz bunu yanlış bənd kimi qəbul edəcəyik. Arpa çayı bu Naxçıvan ərazisinə aiddir deyə Kiçik Qafqazdan mənbəyini götürür. Bu da yanlışdır. Şabran çayı, bəli, bu da Böyük Qafqazın şimal-şərq ərazisinə aid olan çaylardan biridir. Demək ki, doğru bəndimiz burada 1, 3, 6 bəndi olacaq.